Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gündəm buraxılışında sizləri salamlayırıq. Amerika Birləşmiş Ştatları İrana yönəlik təzyiqləri daha sərt bir mərhələyə keçid etdirməkdədir. Belə ki, Trump administrasiyası İranın neft ixracını məhdudlaşdırmaq üçün dəniz blokadası ilə bağlı qərar verib və bu eyni zamanda yaxın şərqdə də Amerika Birləşmiş Ştatlarının hərbi mövcudluğunun artması ilə nəticələnəcək. Ümumiyyətlə, müvafiq coğrafiyada yerləşən digər dövlətlərin bu prosesə münasibəti necə olacaq və adı çəkilən boğazlar, Hörmüz, Bab-el-Məndəb boğazlarından da əgər burada söhbət gedirsə, o zaman bu artıq qlobal mənada təhdidlərin yaranmasına gətirib çıxara bilər ki, Amerika Birləşmiş Ştatlarına yönəlik mövqe nədən ibarət olacaq? Konkret sualımız budur və studiyamızın qonağı Ağ Partiya Başkanının birinci mavini siyasi ekspert Əhəd Məmmədli olacaq. Əhəd bəy, xoş gördük sizi. Xoş gördük Zoriya xanım. Əhəd bəy, necə dəyərləndirirsiniz? Artıq Amerika, Vaşinqton administrasiyası, Birləşmiş Ştatlar İrana yönəlik dəniz blokadasını gücləndirmək qərarı verib. Nə ilə nəticələnəcək? Bilirsiniz, Amerika görür ki, bu artıq bu sanksiyalar və s. İranın 1979-cu ildən düşdüyü bu siyasi-iqtisadi vəziyyət yavaş-yavaş İran hakimiyyəti üçün ilbəil çətin olur. Hər dəfə üsyanlar baş verir və s. Və bundan istifadə edərək istəyir İranı tam da sıxsın. Sıxsın ki, İranlı xalq artıq onların fikrincə nəhayət ki, tam bir dəfəlik ayağa qalxıb İran hakimiyyətini devirsin, çevirsin və Amerikanın maraqlarına uyğun olaraq bir hakimiyyət İranda başa gəlsin və o hakimiyyətlə İsraillə münasibətlərini düzəltsin, Amerika ilə münasibətlərini düzəltsin və onlar İran neftinə də Amerika sahiblənsin. Yəni Trump'ın hədəfi məqsədi odur ki, əsasən neftlərə, böyük neft ölkələrinə sahib çıxmaqdır. Yəni indi Venezuela'ya düz hələ də tam prezidentlərini oğlasalar da Venezuela'ya hələ tam sahib çıxa bilmirlər. Çünki Venezuela eyni rejimdə, eyni hakimiyyət, yəni sadəcə o prezidentinin yoldaşından olmadılar. Eynən də indi İranla da başqa yolla etməsi. Bir də ki, indi Xamneyini oğraya bilməyəcəklər. Çünki niyə? Çünki indi İran Venezuela deyil. Xamneyini biraz çətin doğramaq. İran da başqa cür, yəni hər bir zəif yerindən istifadə edib sıxmaq istəyir və bu yöndə də bu, belə deyək, stavkaları maksimum qaldırmaq istəyir ki, İranı çəmbərə alıb istədiyini ala bilsin. Yəni qarşı durmalar, bu qarşılıqlar davam etsin İranda və nəhayət ki, öz istəyinə nail olub rejimin dəyişilməsinə nail olsun İranda. Bu rejim dəyişikliyi Əhəd bəy gözləniləndirmi İranda? Çünki uzun müddətdir ki, bu sual ictimaiyyət arasında da önəmlə müzakirə olunmaqdadır, cavabı axtarılmağa çalışılır və mübarizə də elə uzun müddətli getməkdədir. Düşünürsünüz ki, İran Venezuela deyil və rahatlıqla bu baş verməyəcək. Amma hazırda artıq bunun perspektivləri formalaşdırılır. Sizcə mümkün ola bilərmi? Təbii, hər şey mümkündür. Rusiyanın dağılması da mümkündür, Birləşmiş Ştatların dağılması da mümkündür, Avropa Birliyinin dağılması da mümkündür. Aydın məsələdir. Amma bilirsiniz, mən indi bunun yaxşı və pis və yaxud nə qədər yaxşı faiz əmsalı, pis faiz əmsalı qoyuram bir tərəfə. Bu, istər-istəməz İranda artıq illərdir bu davam edən ixtişaşların çoxalması, intensiv olması əlbəttə ki, mövcud İran hakimiyyətini laxladır. Artıq hicab əvvəlki kimi xalq arasında belə deyək, taxılmır, artıq göz görə hicab yerlərə atılır, məsələsi bu yaxşıdır, pisdir qoyuram bir tərəfə. Artıq siyasi ideoloji baxımdan İran hakimiyyəti bu bəzi məsələlərdə məcburdur biraz geri çəkilməyə. Əlbəttə ki, bu rejimin zəhlətməyini gətirib çıxarır, aydın məsələdir. Hər bir üsyan, hər bir belə deyək, ixtişaş, hər bir rejimin zəhlətməsini gətirib çıxarır, o cümlədən də İrandakı olan hakimiyyətidir. Amma bu gətirib məhz İran hakimiyyətinin sonunda dağılmasına gətirib çıxaracaq və tez bir zamanda dağılmasına gətirib çıxaracaq və yaxud da İran Çin yolunu tutub siyasi baxımdan rejimi qoruyacaq, amma iqtisadi baxımdan tam Amerika ilə, Avropa ilə anlaşıb, məsəl üçün Çin modelinə keçəcəkmi və yaxud da gec və ya tez bu rejim çökəcəkmi? Bunu artıq bilirsiniz, bu baxılacaq İran hakimiyyətinin və ona alternativ olan Amerikanın, İsrailin İranla necə anlaşmasının, necə belə deyək, münasibətlərinin qorunub saxlanmasının. Amma hələlik odur ki, İran hakimiyyəti yenə də güclüdür. Yəni adamlar, biz bunu unutmayaq ki, Venezuela'dan fərqli olaraq və yaxud da Venezuela'dan fərqli olaraq İranın hakimiyyətinin sosial dəstək bazası daha çoxdur.
Məsələn, Maduro uğradılar, xalq siyasi gün ən azı xalqın bir qismi oynadı, rəqs elədi, sevindi. Amma digər qismi buna etiraz eləmədi. Amma İranda biz gördük, ixtişaşlar ola da rejimi dəstəkləyən minlərlə adam çıxırdı, 10 minlərlə adam çıxırdı. Təkcə Tehranda yox, Təbrizin özündədir. Düzdür, biz deyə bilərik ki, bu inzibati resurslarla, amma tam da elə deyil. Yəni, İran hakimiyyətinin özünü dəstəklədiyi ən azı bir 1/3 əhali var. Bu bir şey ideologiyasıdır. Bu bir güclü bir ideologiya və İranın da dövlətçilik ənənələri var. Unutmayaq, şahın özünü bir ilə devirdiler. Yəni şah özü 1900 baxın o dönəmi yada salın. Şah üsyanları 1978-ci ildə başladı və 1979-cu ildə davamı gəldi, şah qaçmağa məcbur oldu. Şahı belə bir ilə devirirlərsə, indi görün, şahdan daha güclü bir ideologiyanı təmsil edən hakimiyyəti devrilməsi üçün də daha bir uzun müddət lazımdır. Biz gərək ixtişaşlar davam etməlidir. Uzun müddət davam etməlidir ki, bunun sonunda belə deyək, nəticəsi alınabilsin. Yoxsa, təbii ki, İran hakimiyyəti güclüdür. Adamlar 10 min kilometrlik, bu yaxınlarda 10 min kilometrlik uzunluğunda raket təlimi keçiblər Rusiyanın Sibir ərazisinə. Yəni, hakimiyyət güclüdür və hakimiyyəti dəstəkləyən bir sosial baza var və bu da hamısı da istər-istəməz İran hakimiyyətinin ayaqda qalmasına, belə deyək, uzun müddətli təminatı yaradır. Amma təbii ki, bu ixtişaşlar davam etsə də, yenə də uzun müddət davam etsə, bu aydın məsələdir ki, İran hakimiyyətini ən azı dağıdallahladacaq. Aydındır. Minnətdarıq sizə, Əhəd bəy, dəvətimizi qəbul etdiyiniz üçün, maraqlı təhlil üçün. Sağ olun. Sağ olun. Belə, əziz izləyicilər, gündəmin növbəti buraxılışında qonağımız AK Partiya Başkan Müavini Əhəd Məmmədli idi və biz onunla Trump administrasiyasının İranın neft ixracını məhdudlaşdırmaq məqsədi ilə dəniz blokadasını yaratmaq qərarını müzakirə etmiş olduq. Əlbəttə ki, bu qərarın nəticələri də nədən ibarət olacaq? Elə bu suala da cavab tapmağa çalışdıq. Siz isə gündəmdən xəbərdar olmaq üçün elə gündəmdə qalın.